Dohada günə enerjiyle başlamaq üçün ilk işimiz otelin idman zalına düşmək oldu. Eyvaz bu işdə peşəkardır, mən isə onun yönləndirmələri ilə formamı qurmağa çalışıram. İdmanımızı etdik, indi isə şəhəri kəşf etməyə hazırıq. Axşam gəzintisi üçün yola düşdük və bu dəfə Doha metrosunu sınamaq qərarına gəldik. Metro həqiqətən inanılmaz dərəcədə təmiz, sürətli və komfortludur. İstiqamətimiz isə şəhərin ən qayıdan nöqtələrindən biridir. Və gəldik Dohanın ürəyi sayılan məşhur Soğuk Vaqif bazarına. Bura Qətərin tarixi ruhunu, mədəniyyətini və ənənələri hiss etmək üçün ən ideal yerdir. Hər tərəfdə rəngarəng ədviyyatlar, hədiyyəli suvenirlər və yerli ləzzətlər var. Günün ilk dayanacağı memarlığı ilə insanı valih edən İslam İncəsənət Muzeyidir. Bura sadəcə bir muzey deyil, eyni zamanda sənət əsəridir. İçərinin aurası, işıqlandırması və dizaynı o qədər fərqlidir ki, adam baxmağa doymur. Şəhərin istisindən biraz qorunmaq və fərqli bir təcrübə yaşamaq üçün Village alış-veriş mərkəzinə gəldik. Bura girdiyiniz an özünüzü Qətərdə yox, İtaliyanın Venesiya küçələrində hiss edirsiniz. Süni səma və içəridəki bu su kanalı məkana inanılmaz bir abu-hava qatır. Sən də qoyacam vlogumu. Village Mall sadəcə alış-veriş deyil, həm də böyük bir əyləncə mərkəzidir. İçərisində buz meydançasından tutmuş, nəhəng bir lunaparka qədər hər şey var. Lunaparkın adı Gondolaniyadır. Səhranın ortasında buz üstündə xokkey oynayan uşaqları görmək həqiqətən də təəccüblüdür. Bura qədər gəlmişkən, kanal boyu Gondolana turuna çıxmamaq olmazdı. Süni də olsa suyun səs və mühiti adamı həqiqətən də dincəldir. Ama bence o değişmek böyle değil diyorsun. Bir şey yok. Gondolania. Və gəldik Dohanın ən rəngarəng, ən estetik küçələrindən biri olan Münaddiskrit, köhnə limana. Binaların arxitekturası, divarlardakı bu nəhəng rəsmlər adama sanki kiçik bir Avropa şəhərciyində, Yunanistan adalarında olduğunu hiss etdirir. Həm dəniz havası almaq, həm də gözəl fotolar çəkdirmək üçün mükəmməl yerdir. Limanda dənizin havasına ciyərlərimizi çəkə-çəkə gəzmək o qədər xoşdur. Uzun və maraqlı bir günün ardından dəniz məhsulları restoranında gözəl bir şam yeməyi ilə günümüzə davam Seviyorum. Bunu aldım, ben gitmek istiyorum. Bunu aldım, sıkıldım. Yeter artık. Sıkıldım artık. Her şeyden sıkıldım. Bura həm təamları, həm də atmosferi ilə fərqlənir. Yeməkdən sonra isə dəniz kənarında gecənin sakitliyi var. İndi isə şəhərin ən lüks və böyük alış-veriş mərkəzlərindən biri olan Venda Mall-a gəldik. Görək bir də içəridə nələr göstərir. Dohada mütləq görülməli yerlərdən biri Qatar Cultural Village'dir. Meydana daxil olan kimi bu nəhəng və təsirli incəsənət nümunələri, möhtəşəm memarlıq insanı özünə cəlb edir.
Tavanı rəngli olan bu bina Sinan Foods'dur. Təbii ki, qarşımıza çıxan bu sevimli canavar dekorasiyası da məkana əyləncəli bir ab-hava verir. Bura isə məşhur Katara göyərçin qüllələridir. Bu qeyri-adi və tarixi görünüşlü binaların qarşısında biraz əylənməmək olmazdı. Səyahətin ən gözəl yanı da elə bu kiçik və xoşbəxt anları bölüşməkdir. Kataranın içərisindən birbaşa sahilə çıxırıq. Bir tərəfdə sakitlik və dəniz, digər tərəfdə isə uzaqdan görünən nəhəng West Bay göydələnləri. Bura gün batımını izləmək və sadəcə anının dadını çıxarmaq üçün ideal yerdir. Gəzintimizə davam edirik. Bura lüks restoranlar, kafelər və təmiz havası ilə axşam gəzintiləri üçün əla konseptdə dizayn edilib. Ərazi o qədər böyükdür ki, hər yer piyada gəzmək yorucu ola bilər. Ona görə də bu kiçik qolf maşınları tam dadımıza çatır. Həm əsən yüngül küləkdən həzz alırıq, həm də ətrafı daha rahat seyr edirik. Doha səyahətimizin sonuna gəldik. Dünyanın ən yaxşı hava limanlarından biri olan Hamad Beynəlxalq Hava Limanındayıq. İçəridə bu nəhəng tropik bağ, modern mağazalar adamı heyran edir. Amma artıq evə dönmək vaxtıdır. Növbəti səyahətlərdə görüşənədək.